Qulaq çöpüylə qulağımızı təmizlədiyimizi düşünürük. Amma bu belə deyil. Bu qulaq çöpünü hər dəfə qulağımıza salanda, qulağımızda olan nə qədər kir var, hamısını daha dərinə, hətta qulaq pərdəsinə qədər itirir. Nəticədə o kir qulaq pərdəsinin önündə asta-asta yığılır və bir müddətdən sonra tamamilə bərkiyir, probka halına çevrilir və ondan sonra da qulaq başlayır ağrımağa, zəif eşitməyə, su yığılmağa, hətta çirk gəlməyə. Bəs necə eləməliyik? Qulağımızı necə, nə cür təmizləməliyik? Ekrandakı ürəyi qızart, ətraflı izah edin. Birincisi qulaq çöpü, qulaq kənarlarını təmizləmək üçündür. Qulaq içinə isə Otoperfect Aqua Clean qulaq spreyi var. Bu spreyi hər dəfə, həftədə 2 dəfə qulağımıza 2 püskürtmə istifadə eləməyimiz kifayətdir ki, qulağımızda nə qədər kir var, çirk var, mayi var, hamısını tərtəmiz təmizləsin, qulağın için eləsin gül kimi. Tez-tez hovuza gedən insanlar, AirPods'dan, yəni nauşnikdən istifadə edən insanlar, qulaq aparatından, eşitmə cihazlarından istifadə edən insanlara kəsinliklə Otoperfect Aqua Clean qulaq spreyini tövsiyə edirəm. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün profilin üzərindəki plus işarəsinə toxunun ki, sağlamlığınızın qeydinə qalan əczaçınız bala olanlar hər zaman, hər mövzuda sağlam qalasınız.